Salam gözəl xanımlar, xoş gördük hər birinizi. Necəsiz? İnşallah ki, yaxşısınız. Mən də şükür Allaha yaxşıyam. İstədim 8 mart günü sizə bir təbrik videosu paylaşım və sizə bu bayramda xoş günlər arzu edirəm. Ürəyinizdə nə arzular, nə istəklər var, hamısı inşallah bu il yerinə yetsin. Bizim xanımlarımız hamısı gözəldir, hamısı sevgiyə layiqdir. Və hamıya sağlam həyat arzulayıram. Üzünüzdən gülüş heç vaxt əskik olmasın. Daima xoşbəxt olun və ən əsası həmişə birinci özünüzü düşünün. Öz gözəlliyinizin qeydinə qalın, sağlamlığınızın qeydinə qalın və arzu eləyirəm ki, kim xəstələr şəfa tapsın. Ondan sonra bütün kimin ürəyində nə gözəl arzular var yerinə yetsin. Və daimi gözəl, təravətli, sevilin. Nə bilim, nə gözəl şeylər varsa hamısını xanımlara arzulayıram. Və özüm də içində. Və istədim bir qısa güllərimdən də göstərim sizə. Deməli, mən güllərimin çoxsunu yığmışam çölə. Yəni kaktusları, uskulentləri yığdım çölə. Baxın belə. O sarmaşıq olandı, sonra o sedumdu, çöldədir artıq. Belə kaktuslar da çöldədir. Belə yığmışam, amma yanları bağlıdır hər ehtimala. Havalar biraz oynayır, yəni gah soyuq olur, gah yağış olur. Hal-hazırda çöldə də yağış yağır. Ona görə biraz belə qorumaya almışam. Amma belə yaxşıdır durumları. Buradakilarsa belə yığmışam və sulamışam. Hələ bunları çölə çıxarmamışam. Belə sulamışam. Sonra göstərim sizə. Bunların da qabını dəyişdim. Baxın, bu singoniumun qabını dəyişdim. Sonra bunun da. Və məndə bu sarmaşıqdan 2 cür idi. Belə yarpağı varigat olan, bir də sadə olan. Bunların ikisini də bir yerə əkdim. Bu fiksumu da yeni qaba keçirdim. Belə bir qabı da əkdim. Bu sarmaşığı demişdim sizə dəyməyəcəm. Çünki bunun qabı yaxşıdır. Sonra bu sanseveriyanın da qabını dəyişmişəm. Bu sarmaşıqları da yenə 2 dənə idi. Bir qaba yerləşdirdim. Belə qoydum. Burada da begoniyalarımdır. Artıq begoniyalar başlayıb məni incitməyə. Dünən görürəm ki, bunun yarpağı düşür, sallanır. Gətirdim, su verdim. Və o yarpaqlar özünə gəldi və fikirləşirəm ki, rayona gedəndə mən bunları gərək özümdən aparım. Çünki çox qulluq tələb eləyirlər. Yəni, gərək hər gün baxasan ki, bunların vəziyyəti necədir. Bu da dəyişmişdim qabın, yaxşıdır. Bu da yaxşıdır. Bunlar deyəsən biraz dözümlüdür. Amma bunlar çox həssasdırlar, çox. Dəhşət. Sonra bu gülüm var mənim. Biraz açdı da. Bunu mən elə bildim ki, bu çox su sevmir, amma sən demə bu gül çox su sevən gül imiş. Ona görə gətirdim, bolca su verdim. Sonra burada vəziyyət belədir. Biraz buranı səliqəyə salırdım. Ona görə burada bir boşluq var. Burada gətirib gülləri yığmalıyam. Belə. Baxın, bu monsteramda yeni yarpaq çıxarır. Sonra sizə bunu göstərim. Mən parnik kimi düzəltmişdim. Bu Alakasia Jacqueline. Bahalı sort olandı. Bunu mən orada saxlayırdım klokun içində. Amma gördüm yeni yarpaq verib. Ona görə çıxardım. Belədir, qəşəngdir. İnşallah ki, yarpaqları böyüyər. Burada demək olar ki, çoxsu hoyalardır. Belə yerləşdirmişəm. Yaxşıdırlar. Əvvəl hoyalara baxa bilmirdim. Çox tələf eləyirdim. Amma yavaş-yavaş dilin tapmışam. Ona görə bitirə bilirəm. Sonra bu güldü məndə. Bu kalpə qarşı olan. Bunu da qorxuram qabını dəyişməyə. Çünki neçə dəfə tələf eləmişəm. Öz qabında, gələndən qalan qabındadır. Həm qabın ölçüsü yaxşıdır. Ona görə dəymirəm. Amma belə də uzanıb getməyi, yəni 2 dənə olsaydı qəşəng olardı. Heç bir dənədir. Bu qədər. İstədim sizi təbrik üçün açam bu videonu paylaşam. Amma belə oradan buradan güllərimdən də göstərdim. İnşallah yeni güllərim var. 1-2 günə onlar da gəlsin. Çəkib göstərəcəm. Tamam fərqli bir güllərdir. Və
onda da video çəkərəm sizə. Hələlik sağ olun. Videomu bəyənib abunə olmağı unutmayın. Sağ olun.